Salam əziz müəllimlər. Bugünkü mövzu izahımız yuvarlaqlaşdırma. Yuvarlaqlaşdırma mövzu izahına keçməmişdən əvvəl gəlin mərtəbələri xatırlayaq. Çünki yuvarlaqlaşdırma tapşırıqlarında bizə mərtəbələrlə verir və hansı mərtəbəni istədiyini bizə aydın olsun. Məsələn, bizə bir ədəd verib. Bu ədədin mərtəbələrə ayıraq. Təkliklər mərtəbəsi, onluqlar, yüzlük, min, 10.000, 100.000, milyon. Mərtəbələri xatırladıq. Milyon, 10 milyon, 100 milyon, milyard, 10 milyard, 100 milyard bu şəkildə davam edir. İndi yuvarlaqlaşdırma tapşırığında məsələn bizə bu ədədi verir. Bizə deyir ki, ədədimizi yüzlüklərə qədər yuvarlaqlaşdıraq. Mərtəbələrə ayıraq. Təklik, bir dəqiqə, təklik, onluq, yüzlük. Yüzlüyün altından xətt çəkirik. Axı bizdən yüzlük istəmişdi. Xətt çəkirik. Sağından, yəni özündən gələn ədədə baxırıq. Əgər orada 0, 1, 2, 3, 4 isə ədədimiz artmır. Olduğu kimi qalır. Olduğu kimi qalır və qalanları sıfıra çevrilir. Yox, əgər 5, 6, 7, 8, 9 isə ədədimiz bir vahid artacaq və qalanları sıfıra çevriləcək. Bizdə ədədi aşağı köçürdüm. İndi bizdə baxın yüzlüyün altına xətt çəkirik. 7-dir yüzlüyümüz. Baxırıq sağına, yəni özündən gələn ədədə 8-dir. Onda bizim yüzlüyə qədər yuvarlaqlaşmağımız, ədədimiz qalanları olduğu kimi qalır. 7 böyüyür bir vahid 8 olur və qalanları sıfıra çevrilir. 7-dən sonra 2 dənə ədədimiz vardı deyə 2 dənə də sıfır yazdıq. Başqa bir misal üzərində də işləyək. Bizə deyir ki, milliklərə qədər yuvarlaqlaşdıraq. Milliklərə qədər yuvarlaqlaşanda milliyin altından xətt çəkirik. Təklik, onluq, yüzlük, minlik. Baxın ədədi biraz aşağı köçürək. Milliyin altından xətt çəkirik. Baxırıq özündən gələn əvvəlki ədədə. Yəni sağındakı özündən əvvəlki ədəd 3-dür. Axı biz demişdik 0, 1, 2, 3, 4 olanda ədədimiz dəyişmir. Yəni 3 2-yə kömək eləməyəcək. Bir vahid 2 artmayacaq. Olduğu kimi qaldı. 2 olduğu kimi qaldı. Qalanlar da sıfıra çevrilir. 3 dənə rəqəm var. 3 dənə də sıfır. Əgər 2-dən sonra gələn ədədimiz, məsələn, belə olsaydı, yenə də desəydik ki, minliklərə qədər yuvarlaqlaşdırın. Bunu götürək aşağı. Bəli, indi desəydik ki, minliklərə qədər yuvarlaqlaşdırın. Təklik, onluq, yüzlük, minlik. Yenə də içinin altına xətt çəkirik. 2-dən sonraki gələn ədədimiz 8-dir. 8 necədir? Bir vahid kömək eləyir. 5, 6, 7, 8, 9 kömək eləyirdi. Ona görə də 2 bir vahid böyüyəcək. 3 olacaq. Qalanları da sıfıra çevriləcək. Baxın, 2 böyüdü, 3 oldu. Yəni 5, 6, 7, 8, 9'da bir vahid böyüyür. Ədədimiz bir vahid artır. Qalanlar da sıfıra çevrilir. İndi isə keçsək yuvarlaq ədədə. Sonu sıfırla bitən ədədlərə yuvarlaq ədədlər deyilir. Sonu sıfırla bitən ədədlərə yuvarlaq ədədlər deyilir. Məsələn 30. Məsələn 210. Məsələn 3000. Yuvarlaq ədəddir. Çünki sonu sıfırla bitir. Yuvarlaq ədədlərə aid tapşırıqlar bu şəkildə ola bilər. 33-dən 111-ə qədər neçə yuvarlaq ədədimiz var? Bizim ədədlərimiz 33-də başlayıb 111-ə qədər. 111-ə qədər olmalıdır. 33-dən 111-ə qədər sonu sıfırla olan bütün ədədləri götürürük. Məsələn 40, 50, 60, 70, 80, 90, 100, 110. Artıq bu qədər. Yuvarlaqlaşdırma mövzusunda məsələlərdən çox bizdən ən böyük və ən kiçik ədədin tapılmasını istəyir. Tapşırıqlar bu şəkildə olur. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 18.000 alınan ən böyük və ən kiçik ədədi tapın. Bunu ən qısa üsulda bir dəqiqəcə də vərəd çəkin.
Bəli, cədvəlimizi çəkdik. Ən böyüyü tapanda bizə deyir ki, məsələn, onluqlara qədər yuvarlaqlaşanda hər hansısa bir ədəd alınırsa, ən böyüyü istəyəndə üstlərinə 4 gələcək, ən kiçiyi istəyəndə 5 çıxırıq. Məsələn, yüzlüklərə qədər yuvarlaqlaşanda hər hansı bir ədəd deyirsə, ən böyüyü tapanda üstünə 49 gəlirik, çıxanda ən kiçiyi tapmaq üçün 50-ni çıxırıq. Minliklərə qədər deyərsə, böyüyü tapanda 499 üzərinə gəlirik, ən kiçiyi tapanda 500 çıxırıq. 10 minliklərə qədər deyirsə, 4999 üzərinə gəlib ən böyüyü tapırıq, 5000 çıxıb ən kiçiyi tapırıq. Məsələn, bizim misalımızda deyir ki, minliklərə qədər yuvarlaqlaşanda, minliyə qədər yuvarlaqlaşanda ən böyük və ən kiçik ədəd istəyir. Baxın, minlik, bax bura. Milliyə qədər yuvarlaqlaşanda ən böyüyü tapmaq üçün üzərinə 499 gələcək. Baxın, yazıram. Ən böyük. Bizə verilən ədədin, yuvarlaq ədədin 18.000-in üzərinə gələcək 499. Ən kiçik tapanda 500 çıxırıq. Yəni 18.000-dən çıxırıq 500-ü. Böyük ədədimizi eləyəcək. 18.499. Ən kiçik ədədimiz də 17.500. İndi bizə başqa bir tapşırıq verilib. Deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 1700 alınan ən böyük və ən kiçik ədədi tapın. Baxın, yüzlüyə qədər istəyir. Yüzlüyə qədər. Baxırıq yüzlüklərə. Yüzlükdə bizə nə edirdi? Ən böyüyü tapanda üzərinə 49 gəlirdi. Ən kiçik tapanda 50-ni çıxırdıq. Məsələn, 1700 yazacaq ki, 1700 üstə gəlirik 49. Bərabərdir 1749. Bu olacaq ən böyük. Ən kiçik tapanda 1700-dən 50-ni çıxırıq. 1650. Bu da ən kiçik. Ən sadə tapılma üslubu budur. Bizə belə bir tapşırıq da verə bilər ki, yuvarlaqlaşan zaman 1500 alınan ən böyük, ən kiçik ədədin cəmini tapaq. Biz sadə üsulla bunu düsturla yaza bilərik. Amma əgər düsturumuz yadımızdan çıxıbsa, ən böyük ədədimizi tapıb, ən kiçik ədədimizi tapıb onları cəmləyə edə bilərik. Baxın, 2 sıfır varsa demək ki, yüzlüyə qədər yuvarlaqlaşıb. Onda yüzlüyə qədər yuvarlaqlaşanda ən böyük ədədimizi baxın. Tapanda üzərinə 49 gəlirdi. Ən kiçik ədədimizi tapanda isə 50-ni çıxırdıq. Yazaq 1500 üzərinə gəlirdik 49 bərabərdir 1549 ən böyükdür. 1500-dən 50-ni çıxanda isə 1450. Bu da bizim ən kiçik ədədimizdir. İndi bunların cəmini istəyir. Cəmini yazaq. Üzərinə 1450. Cəmi 2999 eləyəcək. Amma düsturla sadə şəkildə yaza bilərik. Düsturumuz 2n minus 1-dir. 2 minus 1. Baxın, yerinə qoyaq. Buradakı n bu ədəddir. Bizə verilən yuvarlaq ədəd. 2-ni vururuq 1500-ə. Çıxırıq 1. Bərabər 2999. Eyni cavab alınacaq. Sadəcə burada ən böyük ədədi tapıb, ən kiçik ədədi tapıb toplamaq biraz vaxt itkisidir. Yəni imtahanda bizə daha tez yazmaq üçün düsturu yadda saxlamaq daha əlverişlidir. Bizdən hər zaman cəm istəmir. Bəzən də fərqini istəyəcək. Bizə deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 1500 alınan ən böyük və ən kiçik ədədin fərqini tapaq. Yenə də ən böyüyü tapıb, ən kiçiyi tapıb, bayaq da tapdığımız kimi ən böyüyü 1549 idi, ən kiçiyi 1450 idi. Bunları da tapanda tapacağın cavab 99 eləyəcəkdir, fərqini tapdıq. Amma ki, burada da bir düsturdan istifadə edə bilərik. Mərtəbə çıx 1. Bizdən hansı mərtəbəni verir? Baxın, mərtəbəmiz hansıdır? Yüzlüklər. 100-dən 1-i çıxarcaq. Dəqiqə, qələmlə yazaq. 100 çıx 1 bərabərdir 99. Bu şəkildə də rahat yaza bilərik. Əgər ən böyük, ən kiçik ədədimizin fərqini istəyirsə, heç biz yəni ədədə baxmayaraq da yaza bilərik. Yox, əgər bu düstur bizim yadımızdan çıxıbsa, onda yenə də ən böyüyü tapırıq, sonra ən kiçiyi tapırıq.
və onların fərqini istəyirsə, fərqinin cəmini istəyirsə, cəmini tapırıq. Qısa şəkildə bu formada da yazdım. Belə bir rahat qaydamız da var ki, bizdən soruşsa ki, mərtəbəyə qədər yuvarlaqlaşanda hər hansısa bir ədədin sayını istəyəndə orada da mərtəbədən biri çıxmaq lazımdır. Bir tapşırığa baxaq. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan neçə ədəd var? Baxın, bizdə mərtəbəmiz nədir? 10. Onluq yəni. Biz də qısa şəkildə mərtəbə çıx 1. Düsturdan istifadə edirik. Onluq deyirsə 10-dan çıxacaq 1 bərabərdir 9. Demək 9 dənə ədədimiz var ki, yuvarlaqlaşanda 80 alınır. Onluqlara qədər yuvarlaqlaşanda. Burada məsələn onluq deyil də yüzlü yazsaydım. Yüzlü yazılar üçün təbii ki, burada 80 olmayacaq. Hər hansısa bir məsələn 1110 olacaq. Məsələn 1100 olacaq. Yüzlüyə qədər yuvarlaqlaşanda 1100 alınan neçə dənə ədəd var? Heç biz ədədimizə baxmırıq. Mərtəbədən, yəni 100-dən çıxırıq 1 bərabərdir 99. Minlik olsaydı 1000-dən biri çıxacaqdıq. Yəni mərtəbədən çıx 1. Əgər bizdə neçə dənə ədəd varsa, sayını istəyirsə, mərtəbədən biri çıxmağımız kifayət edir. İndi isə müəllimlər MH-in yeni nəşr test toplusundan bir neçə sualın izahına baxaq. Burada 94-cü sualda deyir ki, A kiçikdir 2486 şərtini ödəyən yuvarlaqlaşdırdıqda 2400 alınan neçə natural ədədi var? Bu tip məsələləri, tapşırıqları yazarkən ilk öncə biz yuvarlaqlaşanda 2400 alınan ən böyük ən kiçik ədədi tapırıq. Baxın, 2 dənə 0 varsa bilirik ki, yüzlüyə qədər yuvarlaqlaşıb. Ona görə də yüzlüyə taparkən baxın, burada var. Silmədim bunu. Yüzlüyə qədər yuvarlaqlaşanda ən böyük tapanda 49 üzərinə gəlirik. Kiçiyi də tapanda 50 çıxırıq. Yazaq 2400 üzərinə gəlirik 49 tapırıq ən böyük 2449. Ən kiçiyi də taparkən 2400-dən çıxırıq 50-ni bərabərdir 2350. İndi bizim istənilən ədəd 2350 ilə 2449 arasında yerləşir. Bu bizim aralığımızdır. Bizdən istənilən ədəd burada yerləşir. Ancaq bizə bir dənə şərt qoyub ki, bizim ədədimiz, yəni A ədədi 2486-dan kiçik olsun. Bizim A'mız kiçikdir 2486. Biz baxırıq ki, bizim ən böyük ədədimizdə, ən kiçik ədədimizdə 2486-dan kiçikdir. Onsuz da kiçikdir 2449, 2486-dan kiçikdir. Onsuz da bundan böyük ədədlər olmaz. Çünki onlar yüzlüyə qədər yuvarlaqlaşanda 2400 alınmadığı üçün ədədləri götürmürük. Bizim bütün ədədlərimiz, yəni bizim aralığımıza daxil olan ədədlər 2486-dan kiçik olduğuna görə elə biz aralığımızı tapırıq. Aralığı da taparkən 2449-dan böyükdən çıxırıq kiçiyi 2350-ni üstünə gəlir 1-i. Yəni bu dərsə aid bir şey deyil. Aralıq taparkən belə tapırıq. Hər ikisi daxildirsə, baxın ədədlərimizin hər ikisi daxildir. Burada yerləşən ədədlər taparkən böyükdən çıxırıq kiçiyi üzərinə gəlir 1-i. Cavab da 99. Belə bir tapşırığa da baxaq. 124-cü tapşırıqda deyir ki, A ədədimiz 5400-dən böyükdür, 5443-dən isə kiçikdir. Şərtini ödəyən yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 5400 alınan neçə natural ədəd var? Bizə hansı ədədlər istəyir? Yuvarlaqlaşanda 5400 alınır. Biz birinci yüzlüyə qədər istəyirsə, yüzlüyə qədər yuvarlaqlaşanda ən böyük, ən kiçik ədədi tapaq ki, görək doğrudanmı bu aralığa daxildirmi bizim ədədimiz? Bəlkə bu aralığa bizə aidiyyatı yoxdur. Dəqiqə tapaq 5400 üzərinə gəlirik 49 bərabərdir 5449. 5400-dən də çıxırıq 50-ni bərabərdir 5350. Demək, bizim ədədimiz, yəni yuvarlaqlaşanda 5400 alınan 5350 ilə 5449 arasında yerləşməlidir.
Biz ən böyük, ən kiçik ədədimizi tapdıq. İndi baxırıq ki, doğrudan mı bu şərt bizi ödəyir? Baxın, ödəyir. 5403-dən başlayır. Bura aiddir. 5443-də də dayanıb. Düzdür, çünki bizim ən böyük ədədimiz 5449-dur. Yəni, bu şərtdə ödəyə bilər. İndi yazırıq. Buradan yazım. Deyir ki, bizim A ədədimiz, birinci bu tərəfə baxmayaq. Sanki bunu görmürük. Bizim A ədədimiz 5403-dən böyükdür. Hansı ədəd ola bilər? 5403-dən böyük ilk ədədə götürürük. Yəni 5404. Ən kiçik ədədimiz budur. İndi buranı silək. Bu tərəfi görməyəcək. Sanki buranı görmürük. İndi deyir ki, amma 5443-dən də kiçikdir. Yəni 5442-dir. Demək, bizim aralığımız bu şəkildədir. Ən böyük, ən kiçik ədədimizi tapdıq. İndi aralığı tapdığımız kimi 442-dən çıxırıq 5404-ü. Üzərinə gəlirdi 1-i. Bərabərdir 39. Baxın, əgər bizim 5400-ümüz bu araya daxil olsaydı, baxın bu araya daxil olsaydı, biz bu 5400 oradan çıxacaqdıq. Yox, əgər 5400 yuvarlaq ədədimiz bu araya daxil deyilsə, çıxmırıq. Əgər daxil olsaydı, birini çıxacaqdıq. Cavabımızda B variantı. Tapşırıqda deyir ki, ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda ədədimizi oxumağı bilirik də sağdan sola doğru 3 siniflərə ayırırıq. 439.800 alınan bu şərt alınır. Bu şərtlə əsasən A-nın ala biləcəyi qiymətlərin cəmini istəyir. Bizə deyir ki, yazaq bura. Ədədimiz bu şəkildədir. 5. Yuvarlaqlaşıb 439.800 alınır. Deyir ki, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Baxın, yüzlüklərə qədər təclik, onluq, yüzlük altından xətt çəkdik. Baxın, buradakı 439 olduğu kimi də qalıb. Heç bir dəyişiklik olmuyor. Çünki yüzlüklərə qədər yuvarlaqlaşır. Zaten ona aidiyyatı da yox idi. İndi, buradakı 7'miz, baxın, böyüyüb olub 8. Bax, 7'miz böyüdü, oldu 8. Demək, 7'miz böyüyüb 8 olub ki, A-mız onda nə imiş ki, 7'mizi böyüdüb? Təbii ki də 5, 6, 7, 8, 9 imiş ki, bizim 7'miz böyüyüb 8 olub. Bu ədədlər bizim ədədlərimizi böyüdür. Demək, burada 5, 6, 7, 8, 9 imiş. A-nın yerinə. Məsələn, 3 olsaydı 7 olacaqdı, olduğu kimi də qalacaqdı. Amma məsələn 8 olsa, 9 olsa, 7 olsa, 6 olsa, 5 olsa ədədimiz bir vahid böyümüş olacaq. Bizdən də bunların cəmini istəyir. Cəmini 5 üstə 6, üstə 7, üstə 8, üstə 9 bərabərdir 35-ə. Cavab da C variantı. Belə bir tapşırığa baxaq. 106-cı tapşırıqda deyir ki, A-mız kiçikdir. 2492 şərtini ödəyən, yuvarlaqlaşdırdıqda 2500 alınan neçə natural ədəd var? Yuvarlaqlaşanda 2500 alınan neçə dənə natural ədədimiz varsa onları hesablayaq. 2500, baxın 2500, 2 sıfır varsa demək ki 100-lüyə qədər yuvarlaqlaşıb. 100-lüyə qədər yuvarlaqlaşanda böyüyü tapanda üzərinə 49 gəlirik. 2549. Kiçiyi də tapanda 50 çıxırdıq. Eləyəcək 2450. Bizim aralığımız, yəni 2450 ilə 2549 arasında olan ədədlərdir. Amma bizə yeni şərt qoyub ki, A kiçikdir 2492. Bizə deyir ki, A 2492-dən kiçikdir. Yəni bizə 2492-dən kiçik ədədlər lazımdır. Artıq 2500-lər istəmir. 2492-dən kiçik ədədimiz nə ola bilər? 2491 ola bilər. Çünki 92-dən böyük, 92-dən kiçik ilk ədədi götürürük. 2491. Baxırıq ki, 2491. Baxın burada.
bura daxil ola bilər. Yəni 2449-dan 2549-dan böyük deyilsə götürə bilərəm. Çünki mənim ən böyük ədədim 2549 ola bilər. Daha böyük ola bilməz. Ona görə də baxıram ki, ədədim bura daxildir. Ona görə də mənim ən böyük ədədim olacaq. Bir dəqiqə, buradan biraz aşağıdan yazım. 2491 mənim ən böyük ədədimdir. Ən kiçik ədədim isə 2450-dir. Artıq yeni aralığım budur. Bunlar arasında aralığı bayaqda dediyim kimi taparkən bunlar arasında neçə dənə ədədi varsa taparkən böyükdən kiçiyə çıxıram. Üzərinə gəlirəm 1 bərabərdir. 41 üstünə də 1 gəlirik 42. Baxıram əgər bizim yuvarlaq ədədimiz baxın 2500. Bizim yuvarlaq ədədimiz 2500'dür. Baxın bu 2500 yuvarlaq ədədimiz bizim aralığımıza daxildir yoxsa yox. Yəni burada 2500 var, yoxdur. Çünki ən böyük ədədimiz 2491'dir. 500'e heç çıxmıyor. Ona görə də 2500 burada daxil olmadığına görə oradan o 1'i götürmürük. Sadəcə cavabım 42 olaraq qalır. Cavab da D variantı. 103-cü tapşırığa da baxaq. Deyir ki, yüzülüşlərə qədər yuvarlaqlaşdırdıqda 6800 alınan və A kiçikdir, A böyükdür, 6789 şərtini ödəyən neçə natural ədəd var? Biz ilk öncə 6800 alınan ən böyük, ən kiçik ədədi tapaq. Ən böyüyü tapanda üzərinə 49 gəlirik, 6849. Ən kiçiyi də tapanda 6800'dən çıxırıq 50'ni. Çünki yüzülüşlərə qədər yuvarlaqlaşıb. Böyüyü tapanda 49 gəlirdi üzərinə, kiçik tapanda 50'ni çıxırdıq. Eləcə 6750. Ən böyük, ən kiçik ədədimizi tapaq. Bizim ədədlərimiz bu aralıqda yerləşə bilər. Yəni ki, başqa bir ədədi yüzlüyə qədər yuvarlaqlaşanda 6800 alınmır. İndi bizə sadəcə şərt qoyub ki, A böyükdür 6789. A böyükdür 6789. 6789'dan böyük nə ola bilər? 6790 ola bilər. 89'dan böyük 90. İndi biz baxırıq ki, 6790 bizim bu aramıza daxildir. Bəlkə aradan böyükdür. Bizim bu aralığımız vardı. Ən böyük, ən kiçik ədədimizdə aralığında yerləşən ədədlərdən. Bəlkə böyükdür, bəlkə kiçikdir, bəlkə heç ora daxil deyil. Baxıb görürük ki, 6790 bura aiddir. Deyir ki, 6750'ni istəmir, 6751'i istəmir və 6760'ı istəmir, 6770'i, 71'i, 72'ni bunları istəmir. Deyir ki, bizim ən kiçik ədədimiz olsun 6790. Ən böyük ədəd də zaten 6849 idi. Deyir ki, bu arada olan ədədləri tapaq. İndi aralığı tapacağımız kimi tapaq. Bilirik ki, böyükdən çıxırıq kiçiyi, üzərinə gəlirik 1'i. Cavab eləyir 60. Lakin biz baxırıq ki, 6800 yuvarlaq ədədimiz var da bizim. Bax bu. 6800 bizim yuvarlaq ədədimizdir. Bizim bu yuvarlaq ədədimiz yeni aralığımıza daxildir. Bəli, daxildir. 6800. Baxın bu arada yerləşir. Çünki 6790'dan başlayır. 6791, 92, 93, 94, 95, 96, 97, 98, 99, 6800'e keçir artıq. Ona görə də 6800 bu arada yerləşir. Onun üçün də 60'dan çıxırıq 1'i. Yəni artıq o yuvarlaq ədədimiz özü zaten yuvarlaq ədəddir də onu oradan istəmir, götürürük. 759. Cavabımız 59. D variantı. Belə məsələlərimiz də bu şəkildə həll olunur. Bir neçəsinin izahını verdim. Sağ olun müəllimlər.